Salam hörmətli izləyicilər, hörmətli qardaşlar. Xoş gördük hər birinizi. Əziz qardaşlar, bugün may ayının 1-i 2025-ci il. Buyurun baxın. 3 baş yanı balalı inek satılır. Videoya sona qədər baxın. Mallardan tam məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inek alaqara cinsindən olan bu inek mal sahibinin dediyinə görə 3-cü qarına doğub. Super yanında bir dənə sort balası var. Bir həftə doğub, altındakı balası dişidir. Südü səhər axşam 3 əmcəyindən 7-8 litr, 4 əmcəyin sağ-saz 10 litrə qədər süd verir. Videonun sonunda da sağım videosu var. Videoya sona qədər baxın. Bütün malların məlumatları var və videonun sonunda malların sağım videosu var. Qiyməti 2700 manata deyilir bu alaqara cinsinin. Ünvan Masallı rayonunda əziz qardaşlar. Buyurun baxın. Gördüğünüz kimi bu da sağım videosudur. Buyurun baxın əziz qardaşlar. Sakit quzu kimi malda görürsünüz, anamız sağır. Nə təpi atmır, nə vurağan deyil. Əmcəklər də sağmağa rahatdır, yumuşaqdır gördüyünüz kimi. Videoya sona qədər baxın, malların bütün məlumatların sizin üçün qeyd edəcəm. Videonun sonunda da hər bir malın sağım videosu var. 3 baş maldır əziz qardaşlar. Maşallah olsun, göz anamız sağ, sakit kuzu kimi maldır. Kim istəsə rahat oturup belə sağacaq. Kim də almaq istəyir, getsin yerində bax belə sağsın, yoxlasın, alsın. Maşallah olsun, südün görürsü də. Əziz qardaşlar, bax gördüyünüz bu inek də ikinci qarına doğub 6 ayda doğub. Yanında super bir dənə erkək balası var. Özü də hal-hazırda mal sahibi qeyd edir ki 5 aylıq boğazdır. Mal sahibi qeyd edir ki kim istəsə yoxlada da bilər. Buyurun baxın, real 5 aylıq boğazdır. Südü səhər axşam hal-hazırda bax belə danalı 8 litr. Buyurun baxın əziz qardaşlar. Qiyməti 2500 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Ünvan Masallı rayonu. Kim almaq istəsə getsin yerində saxsın, yoxlasın, alsın. Yenə qeyd edirəm, videonun sonunda sağım videoları var. Hər bir malın sağım videosu var. Videoya sona qədər baxın ki, sağım videolarına da baxa biləsiniz. İkinci qarına doğub, 6 ayda doğub. 5 aylıq da mal sahibi qeyd edir ki, boğazdır. Kim istəsə gəlib yoxlada da bilər. Gördüyünüz kimi bu da sağım videosudur əziz qardaşlar. Maşallah olsun. Buyurun bax. 2 evniyə gördüyünüz kimi vedranı doldurur. Kim istəsə getsin yerində də sağsın, yoxlasın, atın. Bax quzu kimi maldır, təpi yatmır, bir şey eləmir. Gördüyünüz də maşallah olsun. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə 3-cü qarına doğub, 5 gün doğub, səhər axşam hal-hazırda 3 əmcəyindən 7 litr süd verir. 4 əmcəyin sağsanız 10 litrə qədər süd verir. Sakit quzu kimi bir maldır. Heyvan maşallah olsun, hündür yekə bir maldır gördüyünüz kimi. Videoda biraz balaca düşür.
Quzu kimi maldır? Fağır maldır. Geri. Buyurun baxın. Qiyməti 2300 manata deyilir əziz qardaşlar. Real alan olsa qiymətdə razılaşma yeri var. Ünvan Masallı rayonu. Videonun sonunda da sağım videosunu görəsiniz. Buyurun baxın. 3 əmcəyindən hal-hazırda 7 litr süd verir. 4 əmcəyin sağsanız 10 litrə qədər süd verən maldır. Buyurun baxın, bax bu da sağım videosudur. Baxa bilərsiniz. Kim də almaq istəsə getsin yerində sağsın, yoxlasın, alsın. Ünvan Cəlilabad rayonu. Kanalımıza da abunə olub videolarımızı bəyənməyi unutmayın ki, yeni mallardan xəbərdar ola biləsiniz. Baxdığınız üçün hər birinizə təşəkkür edirəm.